Seher Saati. Sabahınız xeyir değerli dostlar, değerli dinleyiciler, həmçinin izleyiciler. Ben Xanlar Meteor'un təqdimatında Səhər Saati proqramını dinləyirsiniz. Bizi həmçinin izləyebilirsiniz sosial şəbəkələrdən, Facebook'tan ve YouTube'dan CVC.FM Azərbaycan yazmaqla. Bugün çok değerli insanlar qonağımızdır. Elm adamları, ziyalılar, genç olimpiyada çempionları ve onları tabii ki o istiqamətə yetiştirən Xəyal İbrahimzadə, Global Olimpik Center'in direktoru ve Ünal Əliyev. Necəsiniz? Çox sağ olun, yaxşı, sabahınız xeyir olsun. Pozitiv bir gün arzulayıram həm izləyicilərə, həm sizə. İnanıram ki, bugün çox maraqlı olacaq. Həm də burada şagirdlərimizdən istedadlı şagirdlər də baxıb, ən azı eşidib feyz yab olacaqlar. Təşəkkür edirəm. Ünal, necəsiniz Ünal? Çox sağ olun, mən də yaxşıyam. Sabahınız xeyir, gününüz uğurlu olsun. İnşallah uğurlarımız belə davam etdirəcək. Ünal, hansı olimpiyada yer tutmusunuz? Son getdiyim olimpiyadaların finalları FISO, Future Intelligence Students Olimpiyada olub. Ondan sonra isə Copernicus Mass Olimpiyada iştirak elədim. Və bu olimpiyadanın ikisində də dünya birincisi oldum. Dünya birincisi. Fizikadır. Yox, riyaziyyatdan. FISO-da 2 fənlə oldu, İngilis və riyaziyyatdan. Amma Copernicus ancaq riyaziyyat idi. Onu elə ümumiyyətlə 3 dənə olimpiyada olur. Üçündən də dünya birincisi oldu. Üçündən də dünya birincisi. Neçə iştirakçı var idi? FISO-da 20-dən 30-dan çox ölkə iştirak eləmişdi, amma bəli, ölkə. Hər ölkədən neçə nəfərdir? Məsələ elə ölkə var idi ki, elə çox idilər. Yəni tam dəqiq sayısını deyə bilməyəcəm, amma çox ölkə var idi. Sayılar elə var idi 20 nəfərdir, elə var idi 5 nəfər. Elə var idi məsələ 50 nəfər olsun. O dəyişirdi. Amma Copernicus'da daha çox ölkə var idi. 30-dan çox ölkə iştirak eləmişdi. Onlar içərisində öz yaş kateqoriyamda dünya birincisi oldu. Neçə yaşınız var? Hal-hazırda 15 yaşım var, 9-cu sinif şagirdiyəm. Maşallah. Və Respublika olimpiyadalarında yəqin ki orada iştirak eləmək üçün mən daha çox beynəlxalq olimpiyadalarda iştirak edirəm. Bəli, çünki xaricdə oxumaq planlaşdırıram və dünya ilə yarışıram. Xaricdə hansı universiteti nəzərdə tutmusunuz, hədəfləmisiniz? Düşünürəm ki, MIT universitetdə oxumaq istəyirəm, MIT-də. Deməli, bu axırıncı dəfə bizdə bizim şagirdimiz var Cavid. O bu il qəbul olanlarda Copernicus qaliblərindəndir. O Hong Kong institutuna qəbul qazanıb. Dünyanın ilk 11-liyində olandı. Və o maraqlı bir dənə, o ümumiyyətlə qəbul olduğu zaman çox maraqlı idi. Elə o Ünal kimi idi o da. Aktiv və şən biri idi və bu aktivlik əsasında o Hong Kong institutuna müsahibəyə girəndə ümumiyyətlə olimpiyadanın vacibliyini onunla vurğulayıblar. Onun əsasında qəbul qazanmışdı və bu günlər onun müsahibəsi də yayımlanacaq və Cavid hal-hazırda basketbolla məşğul olur və iddialı basketbolçu olacaq deyir. Yəni Hong Kong institutundan eyni zamanda bir basketbolçumuz da yetişir deyə bilər. Söz deyim, Xəyal, bu cür demək olar ki, yəni 2 aydan 3 aydan bir olimpiyadaya ya bizim uşaqlar gedir ya burada keçirirsiniz. Bu sistemi necə qurmusunuz? Ümumiyyətlə mənə maraqlıdır ki, bu uşaqları hardan tapırsınız, onları müraciət edir və iş orasıdır ki, getdikləri yerdə medalla qayıdırlar. Yəni xüsusi seçirsiniz ki, bu uşaqları ki, ancaq bunları aparacağam. Belə deyək, ümumiyyətlə dünyada təhsillə bağlı olan beynəlxalq yarışmalar, müsabiqə olimpiyadalar təqribən 150-yə qədərdir. Ümumilikdə total bunun sayəsini götürsə və bunlar müxtəlif səviyyələrə, kateqoriyalara bölünürlər və bununla da şagirdlərin istedadı ortaya çıxması üçün ən vacib amillərdən biridir. OECD-nin apardığı araşdırmalar, ümumiyyətlə Harvardın, Cambridge-in verdiyi təhsil hesabatlarında göstərilir ki, beynəlxalq təhsil yarışma, olimpiyada müsabiqələrində iştirak edən şagirdlər STEM təhsilinə daha çox önəm verir. Yəni daha çox injinerlik, mühəndislik, yəni müasir dövrün texniki fənlərə və ümumiyyətlə bu şagirdlərin daha çox qəbul olma və daha çox potensialı olur və onlarda bir növ çətin öyrənmənin stimullaşdırılmasına görə, çünki bunların dərsləri verdikləri suallara cavab öz siniflərindən daha yuxarı suallar ola bilər, çətin suallar ola bilər. Ola bilsin ki, hətta öz sinif üzrə düşsün, amma məntiq gücü ağırdır. Yəni bu uşaqlar bir fərqlənmiş şagirdlərdir. Və biz Azərbaycanda da seçirik ki, hansı yarışmaları, olimpiyadaları keçirik ki, bu şagirdlərimizə xeyir versin ki, çünki ən vacib məsələ olan portfolyosunu düşünürük. Çünki bunlar özlərini ən yaxşı universitetlərdə oxumaq istəyirlər, ölkə xaricində oxuyub yaxşı bir kadr kimi vətənimizə dönmək istəyirlər və bu məqsədə olan portfolyosu zənginləşməlidir. Bu portfolyonun önəmi o qədər çoxdur ki, düşünün, əgər siz SAT, IELTS və s. bu beynəlxalq imtahanları versəz belə, amma sonuçta indi 40%lik onlardan aktivlik meyarı tələb olunur. Yəni bu sosial fəaliyyətləri
nə ilə məşğul olur? prinsipi, Nailiyyətləri, bəli, və olimpiada və müsabiqələr isə onların akademik göstəriciləri üçün əsas rol oynayır və göstərir ki, bu şagirdin akademik təhsilə, elmə olan marağı daha çoxdur və daha böyük üstünlük qazanır. Bundan sonra STD, könüllülük fəaliyyətidir, bunlar da əlavə olanda portfolio daha da zənginləşir. Və biz də seçirik ki, bizim şagirdlərimiz üçün nə yaxşı ola bilər, onlar hardan qəbul qazana bilərlər, daha çox onlara necə kömək ola bilərik. Əsasən şagirdlərimizi gördüyümüz budur ki, onlar Amerikaya meyllənirlər, daha çox Amerika Birləşmiş Ştatlarında olan universitetləri seçirlər. Bu da yəni normaldır, çünki dünyanın ən yaxşı top universitetləri Amerika Birləşmiş Ştatlarında daha çoxlu təşkil edir. Bəli. Və Asiyadan da olsa, amma əsasən bizimkilər digər tərəfə doğru yönəlirlər və bu məsələdə belə çıxır ki, biz ən yaxşılarını seçib onlar üçün gətirib və onların biliklərini ortaya çıxartmağa çalışırıq. Və şagirdlərimiz üçün də nə edirik? Biz ümumiyyətlə bərabər şəraitdə yaradırıq. Hər kəsə elan vermək, məlumatları göndərmək, müxtəlif mənbələrdən və kanallarda məlumatlar, informasiya göndərir. Onlar qatılırlar. Onlar arasında imtahan keçirilir və bu imtahanda ən şəffaf formada təşkil olunaraq onların arasında qaliblər müəyyən olunur və o qaliblərin içərisində finala vəsə qazananlar olur. İndi bu yaxınlarda elə bu söhbət düşmüşkən, məsələn biz 3 beynəlxalq layihəni gətirdik. UNESCO tərəfindən tanınan böyük bir olimpiyadan Azərbaycan ilk dəfə təmsil olunacaq. Biri süni intellekt olimpiyadasıdır ki, bu dəqiqə günün reallığıdır. Google tərəfindən, ChatGPT tərəfindən və digər süni intellekt alətləri tərəfindən təsdiqlənən və dəstək olunan, eyni zamanda UNESCO tərəfindən və buna əlavə də fəlsəfə olimpiyadasına qoşulacaq bir Azərbaycan şagirdləri. Bu Azərbaycan tarixində bir ilkdir. 1993-cü ildən bu tərəfə yaransıda Azərbaycan heç bir iştirak eləməyib. Amma artıq biz düşünürük ki, Azərbaycanın şagirdlərin potensialı ona icazə verir ki, artıq öz həmyaşıdların fəlsəfə haqqında düşünsünlər və özlərini isbat etsinlər. Yəni bu artıq universitet yox, şagirdlərə biz artıq bunu tətbiq etməyə başlayırıq. Yəni elə danışırsınız, həqiqətən də yəni bu xəbərləri eşidəndə adamın ürəyi o qədər açılır ki, yəni bəzən görürsünüz ki, o sosial şəbəkələrdə hansı məktəblə bağlı bir videolar yayılır. Baxırsan ki, niyə o videolar yayılır da? Okey də, bizdə bu cür istedadlı uşaqlar var da. Yəni biz niyə təbliğ eləmirik onları? Ünal, İngilis dilini mükəmməl bilirsiniz. Bəli, C1 səviyyəsində. C1 səviyyəsində, hətta. Neçənci olimpiyadada artıq iştirak edirsiniz? Neçə yaşından başlamışsınız hazırlığa? İlk olimpiyadamı 5-ci sinifdə onda iştirak elədim. Fermat Məsəl olimpiyadada iştirak eləmişdim. Hal-hazırda 5-ci sinifdə? Bəli. O təxminən 10 yaş edir. Bəli, 10-11 yaşım olanda iştirak eləmişdim. Hal-hazırda tam dəqiq sayısını bilmirəm, çoxdular deyə. Çoxdur. Bəli, tam dəqiq sayısını deyə bilməz, amma düşünürəm ki, bir 50-dən 60-dan çox olar. 50-dən 60-dan çox, fərqli ölkələrdə. Yox, final mərhələlərini deyirsiniz? Yox, ümumiyyətlə, yəni iştirak olaraq fərqli ölkələrdə finallara gedirsiniz də? Bəli, fərqli ölkələrdə təxminən bir 4-5 dənə ölkədə iştirak eləmiş finallarında, bəli. 10-11 yaşda. Xüsusi riyaziyyata maraq olub, yoxsa ki fikirləşmisiniz ki, mən xaricə gedib olimpiyadalar xüsusilə bu texniki fənlərdəndir, ona görə riyaziyyatda güc verim, tarixi, coğrafiyanı atım ikinci plana? Mən ilk öncə riyaziyyata çox böyük sevgimi mənim müəllimim yaratdı, Asif müəllim. Çoxlu suallar verirdi mənə. Mən onları işləyirdim, işləyə bilməyəndə də müəllimə yaxınlaşırdım, kömək alırdım. Mənə sevgini Asif müəllim yaratdı riyaziyyata qarşı. Ondan sonra artıq mənim atam məni olimpiyadalara qoşmağa başladı. Məndə də özümə motivasiya yarandı. İlk olimpiyadamda elə Fermat Məsəl olimpiyadada 1-ci medal qazandım. Ondan sonra uğurlarımın davamı artdı. Daha da çox qarşıma məqsəd qoydum ki, mən xaricdə oxuyacağam və o məqsədimə çatmaq istəyirəm, gəl hər bir şey elədim və hal-hazırda da eləyirəm və düşünürəm ki, gələcəyimi də yaxşı universitetlərdə gün ərzində neçə saat oxumalısınız? Yəni bu bəzən görürsünüz ki, oxudum kitablar atırlar o tərəfə və yaxud da deyir ki, misal üçün də valideyn təkid edir ki, uşaq deyir ki, oxudum, bitirdim, valideyn deyir ki, yox qardaş, hara oxudun? Yəni otur, kitab oxu, xalqın uşağı məsələsi var. Yəni ona görə neçə saat oxuyursunuz gündə? Tam dəqiq bir saatı deyə bilmərəm. O tapşırıqdan asılı olur da. Məsələn, ümumiyyətlə ortalama götürsək neçə saat dərs edirsiniz? Bütün fənlərlə birlikdə bir 3-4 saat ümumi vaxt ayırmaq lazım olur. Amma tapşırıqlar hasand olanda ya da mövzunu rahat başa düşdükdə 2 saat da ola bilər. Yəni o dəyişir sualların çətinliyinə doğru. Belə suallar dəyişir. Yəni bütün gün dərslərini oxumur, özünə də vaxt ayıra bilir. Hə, yəni onu deyirəm özünüzə. Bəli, özümə də vaxt ayırıram, öz şəxsi inkişafım üçün, öz güclüklə məşğul oluram. Amma yəni düşünürəm ki, gündə 3 saat, 4 saat oxumaq məncə bir şagird üçün bəsdir. Elə artıqlaması ilə və əgər qarşında məqsəd qoyubsa 5 saat belə ola bilər.
5 saat ola bilər. Riyaziyyatı tam tempi neçə yaşdan vermək lazımdır? Mən düşünürəm ki, az, yəni 1-ci sinifdən, 2-ci sinifdən maraq yarandıqdan sonra artıq onun gələcəkdə riyaziyyata çox böyük marağı olacaq. Riyaziyyatda maraq yaranmaq necə olur? Riyaziyyatda yəni həqiqətən də o misal üçün 2 + 5 özü başlayır uşaq deməyə. O maraqdır da məncə. Yəni sizdə nətər olur? Şagird özü mən misal üçün 8-ci sinifdə maraqları öldü. Yəni o tangens çıxanda mənim marağım öldü. Yəni o uşaq dərk eləməlidir, özü başa düşməli. Məsələn, hansısa bir Pifaqor teoreması var, o Pifaqor teoreması necə yaranıb? Onu dərk eləyirsə, artıq o şagirdin riyaziyyata çox böyük marağı var. Yəni bunu dərk eləməklə başa düşmək olur ki, riyaziyyata marağın var ya yox. Şagirdlər ümumiyyətlə belə bir psixopedaqoqların danışdıqları dünya tərəfindən təsdiq olunan belə bir məsələlər var. O şagirdlər bir inkişaf mərhələsi keçirirlər. Bunlar müxtəlif inkişaf nəzəriyyələri var. Məsələn 6-7 yaş inkişaf nəzəriyyəsi var, 7-8, 9-10, 11. Bu inkişaf nəzəriyyəni keçəndə onların müəyyən qavrama qabiliyyətləri meydana gəlir. Adətən ibtidai siniflərdə olan şagirdlərdə əgər məntiqi ardıcıllığı yaxşı oynayırsa, yəni ki, indi müasir dövrdə daha çox olar sosial mediada və digər vasitələrdə görürük. Şagirdlərə daha çox balaca uşaqları məntiq oyunları valideynlər başladılar oynatmağa, onları göstərməyə və o ardıcıllığı təmin etməyə. Əgər bir şagird ilk yaşlarına, kiçik yaşlarına əgər məntiqi ardıcıllığı tutursa, o vərəqlərdə, dəftərlərdə, rəqəmlərdə o şarikləri yerinə qoymağı tapa bilirsə və ardıcılığı təmin edə bilirsə, demək onun texnik fəndə marağı var. Bəli, burada müəllimin də çox böyük önəmi var. Çünki pedaqoq, mentor onu elə yetişdirməlidir ki, o fənnə qarşı şagirdin sevgisi yaransın. Çünki ola bilər ki, şagird həqiqətən riyaziyyatı sevir və onun o bacarığı var, deyək ki, hər hansı bir X fənni, amma pedaqoqdan gördüyü hər hansı bir negativ, ola bilər negativ, ola bilər ki, onun metodikası ona xoş gəlməsin və yaxud da ki, başqa bir formada. Bu halda şagird o fəndən biraz soyuya bilər. Amma ümumilikdə axır əgər şagirdin valideynlə müşahidəsi lazım ki, şagirdin həqiqətən də bu fənnə qarşı marağı nə yerdədir? Məsələn, belə deyək də, biz olimpiada və yarışmalar keçirəndə valideynlər həmişə deyir ki, hər bir şagird müxtəlif fənlərdə sınamaq lazımdır. Çünki onun potensialını 1 və ya 2 ilə bilmək olmaz. Çünki burada məqsəd nədir? Birinci bizim məqsədimiz odur ki, şagirdlər özünə inam yaransın. Yəni şagird özünə inansın və bu inam əsasında o yolunu davam edəcək. Məqsəd qoyacaq qabağına ki, mən bu istiqamətə gedə bilərəmmi, gedə bilmərəmmi? Artıq bu nailiyyət, bu inam, bu özgüvənlik yarandıqdan sonra artıq şagirdlər arasında daha böyük məqsədlər və planlar yaranmağa başlayır. Və belə olduqca inkişaf da yaranır və şagirdlərin uğurları da artmağa başlayır. Ola bilər ki, şagird riyaziyyat fənnində uğur qazanmadı, amma bu valideyn ən azından əlində əsas verəcək ki, yəni bu uşaq bu fənni bilmir, mən artıq başqa fəndə yönələcəm. Misal üçün, ancaq texniki fənlərdən də sizdə olimpiada. Ünal, sizə çox təşəkkür edirəm. Bilirəm ki, digər dostlarımız da burada var. Yəni ona görə sizi dəyişək, bizsə davam edək. Çox təşəkkür edirəm. Uğurlar arzu edirəm sizə. Ancaq texniki fənlərdir, yoxsa ki, humanitar? Yox, humanitar fənlərdə var. Biz dilçiliklə də bağlı olimpiadalar təşkil eləyirik və bu dilçilik olimpiadalarından fənlər üzərindən də həyata keçirilir. Təkcə, yəni deyək, adicə dediyim fəlsəfə də humanitar elmi sahəsidir. Və fəlsəfədə burada şagirdlər artıq debatdan, biz debatı şagirdlərə təbliğ etməyə başlayacağıq. Bu nə deməkdir? Şagirdlər məsələn fəlsəfədə sadə bir dildə desək, ya o fikrinə razılaşmalıdır, onu əsaslandırmalıdır, ya da razılaşmamalıdır, amma yenə də əsaslandırmalıdır. Və biz nə etdik? Götürdük fəlsəfə olimpiyadasını, inteqrasiya elədik Azərbaycana və müəyyən mövzular seçdik uşaqlar üçün. Yanvar ayının 24-25-də keçiriləcək seçim turu. Həm Azərbaycanlı bizim məşhur yazıçılarımızın əsərini Rəsul Ruzadan, Bəxtiyar Vahabzadədən vermişik. Eləcə dünya mütəfəkkirlərindən əsərlər vermişik. Bu nədir? Bu şagirdlərə birinci dünya ədəbiyyat oxumağa sövq edilir ki, uşaqlar bir ədəbiyyat oxusunlar, əsərləri anlasınlar, dərk etsinlər və onlara təqribən bir cümlə və yaxud da ki, 2 cümlə bir qabaqcadan belə deyək də anons vermiş kimi olur. 1-2 cümləlik mövzu verəcək və o mövzunun içərisində onlar onu bizə isbat eləməlidir ki, mən bu fikirlə istifadə edəməyəcəm. Yox, yazılı şəkildə yazacaqlar və bizim ekspert heyətlərimiz, müəllimlərimiz, professorlarımız onları qiymətləndirəcəklər. Qiymətləndirmə meyarı onların yazı qabiliyyətinə baxacağıq, onların fikrini əsaslandırma qabiliyyətinə baxacağıq, natiqliklərinə də baxacağıq. Çünki artıq final mərhələsində onlardan fərqli şeylər də tələb olunacaq və mən inanıram ki, bu illər Polşa Təhsil Nazirliyinin keçirəcəyi final mərhələsində şagirdlərimiz Varşavada qələbə qazana biləcəklər. 2 dəfə də olsa. Yetişdirik. O istiqamətə yetişdirik. Amin. İsmailzadə, necəsiniz? Yaxşı, sağ olun, siz necəsiniz? Sağ olun. Hansı olimpiyadalar?
bir çox olimpiyadaya qatılmışam əslində. Hardasa 7-8 dənə demək olar. İkisindən finala qatılmışam. Biri Amerikada olaraq Kopernik olimpiyadası, bir də Qətərdə Dohada WMC olimpiyadası. Aha. Orada yerlər. İkisindən də 3-cü yer əldə eləmişəm, 1-ci medal. Aha. Bundan başqa Azərbaycanda tək seçim mərhələsi olaraq qatıldıqlarım olub. Bunlardan FMO ya və ya USA olimpiyat demək olar. İkisindən də gümüş medal almışam. Aha, ikisindən də gümüş medal. İnşallah hədəfləyirik qızıla. İnşallah. Nə çatmadı qızıla? Əslində qızıla ala bilərəm. Səbrim çatmadı. Biraz daha məşq eləməliyəm, biraz daha üstündə durmalıyam. Misal üçün biraz daha məşq deyəndə bax Ünal danışdı, dedi ki 3-4 saat ondan sonra üzgüçlüyə gedirəm, oraya edirəm, buna edirəm. Yəni maraqlıdır ki, Amin nə eləmir ki, qızıl almır. Əslində çox məsuliyyətlə yanaşmıram, amma yanaşmalıyam, onu bilirəm. Amma bunu qəbul eləməklərdə çox yaxşı. Biraz daha vaxt ayırmalıyam da çox. Biraz daha vaxt nə qədər? Məsələn, ayırıramsa 2 saat ayırmalıyam, 4 saat. Aha. Bəs niyə ayırmır? Belə bir şey deyim, Amin keçən illəri dünya riyaziyyat çempionatında iştirak edən hal-hazırda komandamız Taylanddadır, Bangkokdadır. Orada final mərhələsində. Dünya riyaziyyat çempionatı ümumiyyətlə çox fərqli bir riyaziyyat yarışmasıdır. Burada həqiqətən çətinlik səviyyəsi olsun, Amerikanın Berkeley Universitetinin professorlar tərəfindən, həmin universitet tərəfindən yaradılır. Bu olimpiyadada məqsəd nədir dünya riyaziyyat çempionatında? Şagirdlər onlar komanda şəklində yarışmağı öyrənirlər. Eyni zamanda fərdi raundda da iştirak edirlər ki, öz bilik və bacarıqlarını nümayiş etdirlər. Yəni keçən il Aminin bürünc medal alması o çox böyük nailiyyətdir. Çox möhtəşəmdir. Yəni deyərdim ki, bir çox müsabiqələrdən, yarışmalardan aldığı qızıllardan da bəlkə üstün ola bilər. Əlbəttə. Mərhələsində qaldığı o bürünc medal. Çünki orada Çinin və Bolqarıstanın əsas milli komandaları gəlmişdi, IMO komandaları gəlmişdi və IMO komandalarının qarşı mübarizədə onlarla rəqabət apardığımız müddətdə juniorları ilə və seniorları ilə yəni orada medal ala bilmişiksə o böyük. Əlbəttə. Ən çətin rəqibiniz hansı ölkələrdir? Çox vaxt ən çətin rəqibimiz Asiya ölkələri olur. Çin ola bilər. Bəli, Çin ola bilər, Yaponiya ola bilər. Onlar riyaziyyatdan daha ağır səviyyəli olduqlarına görə daha çox şey bilirlər. Bizdən daha üstün olurlar çox vaxt. Aha. Bizdə onların proqramı var. Necə yəni? Yəni də onların dərs keçdiyi proqram biz əldə eləyə bilirik. Çini Azərbaycan yenilikcə Sinqapur modelinə keçir. Sinqapur modeli ilə bağlı kitabların ərsəyə gəlməsi üçün yeni mən bildiyim qədər İşlər Aparıcı Təhsil İnstitutu tərəfindən. Yəni ki, bir neçə il müddətdən sonra bunu keçirəcəklər. Amma Çinin bu dəqiqə ən güclü ümumiyyətlə bütün olimpiyadalarda birinci yeri tutan Çinlilər olur. Çinlilər oradadsa biraz çətindir onlara qarşı mübarizə aparmaq. Amma Asiya modelini hələ ki biz tətbiq edən görməmişik. Amma biz Qlobal Olimpiyat Sentri olaraq Asiya modeli üzərində dururuq. Yəni sizi deyirəm, mən təşkilat olaraq deyirəm. Biz özümüz Çin modelinə daha çox uyğunlaşmağa çalışırıq. Çünki Çində belədir ki, məktəbə qədər təhsildən etibarən şagirdlər müxtəlif yarış və müsabiqələrə qatırlar və burada onların tədrisə yanaşma metodları da fərqlidir. Hətta biz bir müddət sonra indi çalışırıq ki, indi gələcək 2 ildə bizim Hong Kong İnstitutu ilə bir müqaviləmiz var. Həmin müqavilə əsasında biz riyaziyyat sahəsində maraqlı vəsaitlər buraxmaq istəyirik. Yəni bu vəsaitlər vasitəsilə istəyirik ki, şagirdlərə bir fərqli öyrənmə yaransın. Düzdür, bizim məktəb kitablarına biraz üst-üstə düşmək olmayacaq. Çünki oradan proqram daha ağır və daha genişlidir. Amma sırf riyaziyyatı öyrənmək istəyən və daha yüksək mərhələyə keçid etmək istəyən o kitabları məncə oxuya bilər. Eyni zamanda sonradan artıq elm, yəni digər fənlərə keçəcək. Bunun fizikası olsun, biologiyası olsun, astronomiyası olsun. Düz astronomiya hal-hazırda dünya kurikulumundan çıxarılmağa başlasa da, amma bəzi ölkələrdə qalır. Çünki astrofizika üzrə NASA-nın böyük layihələri var. Və bu layihələr üçün böyük mütəxəssislər lazımdır. Yəni ki, astronomiya üzərindən də şagirdə yaxşı nailiyyət edəcək. Süni intellektə toxunmuram, çünki süni intellekt artıq bizim həyatımızın bir parçasıdır. Amin, neçə yaşdan hazırlaşırsınız? İndi bu dəqiqə 14 yaşım var, 9-cu sinifəm. İlk olimpiyadama 7-ci sinifin axırlarında, yəni yayda 8-ci sinif başlamamışdı. Avqust aylarında qatılmışdım WMC-yə seçim mərhələsinə. Və nə qədər vaxt hazırlaşdınız? Əslində təsadüfən qabağıma çıxdı, ona görə qatılmaq istədim. Sonradan gördüm buna alınır məndə, necə deyim,
yəni yer tuta bilirəm, qazana bilirəm. Ondan sonra davam eləməyə başladı. Riyaziyyatınız amma əvvəldən yaxşı idi. Haydi, bəli, riyaziyyatım yaxşı idi. Əsasən marağım informatikaya da, süni intellekt və ya proqramlaşdırmaya. Amma ona görə riyaziyyatım da yaxşı olur. Yəni texniki fənlər olduğuna görə riyaziyyatım da yaxşıdır. Yaxşı olmalıdır. Yəni ümumiyyətlə süni intellektlə və proqramlaşdırma ilə məşğul olan şagirdlər bizi dinləyirlərsə, valideynlər dinləyirlərsə, hökmən riyaziyyat və məntiq onlarda daha yaxşı belə deyək də işləməlidir. Çünki həm proqramlaşdırma kodları yazmaqdan 0-1 rəqəmləri ilə yazılacaqları kodlar üçün riyaziyyat çox vacibdir, həm də eyni zamanda ingilis dili də vacibdir. Çünki kodların dili ingilis dilindədir və inanıram ki, Amində öz riyazi və məntiq gücünü istifadə edərək çox yaxşı bir alətin bəlkə də yaradıcısı olur. Əlbəttə, biz inanırıq. Amin, ingilis dili necədir? İngilis dilim də yaxşıdır. Yəni pis deyil də. İngilis dilini məktəbdə öyrənmisiniz də, yəni? Bəli, bəli. Məktəbdə, sırf məktəb proqramı ilə öyrənmisiniz. Yəni 50% məktəbdə öyrənmişəm. 50%-ində 50%-də özüm. Əsasən ingilis öyrənmək üçün internetdən, YouTube-dan və ingilis dilində videolara falan baxıram. Aha. Yəni elə olduqda öyrənə bilirəm. Elə olduqda öyrənə bilirsiniz. Bu şagirdlərin fərqi orasındadır ki, mən və Amingilin simasındadır ki, bu şagirdlər özləri maraqlıdırlar öyrənməyə, araşdırmağa və bu araşdırma və öyrənmə əsasında onlar özünü inkişaf elətdilər. Yəni Amin təkcə oturub demir də mən gedim hazırlığa, Ora gətirmək istəyirsiniz. Göndərsin məni hazırlığa, gedim hazırlıqda. Yox, uşaqlar özü dərləşirlər. Çünki YouTube var, süni intellekt var, PDF-lər var, doludur internet. Yəni sosial belə deyək də brauzerlərdən istifadə edərək yaxşı mənimsəyirlər və öyrənirlər və bunların kommunikasiya bacarığı da yaxşıdır. Yəni bu bizim bu kimi şagirdlər kommunikasiya bacarığı dediyimdə, yəni heç kəsdən çəkinməzlər bir şeyi, informasiyanı alıb oxumaqda, ya ona xahiş eləməkdə mənə öyrətsinlər deyə. Ona görə onlar inkişaf edirlər və yaxşı formada çıxış edir. Amin, bu kommunikasiya məsələsinə gəlib çatanda sosiallaşırsınız. Dostlarınız yəqin ki çoxdur. Dostlarınız da özünüz kimi olimpiyadalarda yer tutanlardır, yoxsa ki misal üçün başqa uşaqlarla da münasibətləriniz yaxşıdır. Yəni söhbətiniz alınır. Yəni məktəb uşaqları ilə də dostlarım var. Yəni məktəb uşaqlarının hamısı əla səviyyədə oxumur deyə, ya belə oxuyanlarla dostluq. Orta səviyyədə oxuyan dostlarım da var, yaxşı səviyyədə oxuyanlar da var. Onlara nə deyirsiniz həmişə? Heç söylemiyorum. Yəni deyirik ki, biz örnək götürsünlər, onlar da yuxarı çıxmağa çalışsınlar. Yəni onları necə deyim, yuxarı çəkməyə çalışırıq. Bəzən görürsüz ki, ev tapşırıqlarını həll edə bilmirlər, zəh vururlar, hamımda amma kömək edəmə. Əslində elə çox olub. Əsasən də informatika üzərindən. İnformatika tapşırıqlarını bizim sinifdə çox eləyə bilmirlər. Hər şey daşında edərdi. Mənə zəng eləyirlər ki, gəl mən kömək elə, necə eləyirlər bunu falan. Adlarını deyə bilərsən, kimlərini müəllimlər də eşitsin. Əslində bu çox yaxşıdır, öz fikirlərini. Yadınızdadır da bizim məktəb vaxtı uşaqlar imla yazanda əlim belə qoyurdu ki, heç kim gəlməsin. Amma indi uşaqlar öz bilik bacarıqlarını öyrədirlər öz dostlarına və onlar da istəyirlər ki, özləri kimi olsunlar. Həm də informatika yeni bir fəndir. Daha doğrusu yeni bir fən demək nə mənada daha çox kütləvilik aldı. Çünki bu dövlət imtahan mərkəzi tərəfindən qəbul artı proqramına salınandan sonra informatika artdı. Bizim şagirdlərimizdə bir maraq, buna maraq da artdı və artıq şagirdlər bir növ məcburdular informatika öyrənməyə. Əgər bu ixtisas isə eyni zamanda sevərək öyrənmələr olan gələcəyi çox yaxşı bir fürsət. Amin, gələcəkdə harda özünüzü görürsüz? Gələcəkdə təhsilimi davam etdirməyi, universitetə Azərbaycanda girmək istəyirəm, amma magistraturamı xaricdə davam etdirmək istəyirəm. Yəni magistr 2 ildə ona görə? Yox, Yəni bəzi universitetlər də 1 ildir. Burada hansı universiteti seçmək istəyirsiniz? Əslində 3 universitet nəzdimdə tutmuşam. ADA Universiteti və ya Bakı Aliyyət Məktəbi və ya Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyası. Allah, möhtəşəm. Sırf bu kiber təhlükəsizlik istiqamətində. Möhtəşəmsiniz, sizə uğurlar arzulayırıq. Çox sağ olun. İnşallah ki, inanırıq ki, yəni bu istiqamətdə daha da artan templə 2 saat yox 4 saat dərs oxumaqla biz növbəti mərhələdə sizi bir olimpiyadanın qalibi, indi də qalibsiz, indi də yaxşı, amma o qızıl medalı sizdə inşallah ki görəcəyik. Çox təşəkkür edirəm. Bizim Kamran qardaşımız var, o da gələcək və daha sonra bir xanım iştirakçı da buradadır. İnşallah ki onlarla söhbətimizi davam elətdirəcək. Taylandda dünya riyaziyyat çempionatı idi, Malayziyada riyaziyyat çempionatıdır. Bu Tayland və Malayziyanın fərqi nədir? Yəni nə barədə? Hər ölkədə fərqlimi keçirilir? Hər ölkə fərqlimi hazırlaşdırırsınız? Belə ki, belə beynəlxalq müsabiqə yarışmalar, olimpiyadaların keçirildiyi məkanlar olur. Bəzən bunlar ev sahibliyi eləyir. Məsələn, WMTC
ITC-sinin buradan artıq ilk məlumatı verə bilərəm. Gələn il finalı, Dünya Reysi Çempion finalı Bakıdadır. 2026-cı, yəni bu il hal-hazırda komandamız Taylandda olsa da, gələn il ümumiyyətlə bütün ölkələr Azərbaycana gələcəklər və Azərbaycanda noyabrın 29-u 4 dekabr tarixində böyük bir çempionat nəzərdə tutulur. Final Azərbaycanda olacaq və belədir ki, beynəlxalq yarışma və müsabiqələrin hər il final mərhələsi bəzilərində var ki, dəyişir, bəzilərində var dəyişmir. Bu ölkənin strateji mövqeyindən, ölkənin formasından, olimpiyadanın əsasnaməsindən, keçirilmə qaydalarına olan bir şeydir. Və WMTC-də belədir ki, məsələn, hər il bir ölkədə keçirilməlidir. Əsasnamə budur. Berkeley Universiteti beləcə bu cür müəyyən eləyib. Məsələn, isə yox, konkret olaraq vahid bir ölkədə keçirilir. Sonra bayaqlar uşaqlar danışdılar, Koperniklə danışdılar. Kopernik ancaq ya Rice'da ya da Kolumbiya Universitetində eləyir. Bunların ikisindən birində eləyir. Yəni müxtəlifdir. Məsələn, qarşısında Timo gəlir, Türk International Matematik Olimpiya, Türk dünyasının ilk beynəlxalq riyaziyyat olimpiyadası. Keçən illərin onun finalı Antalyada idi, Akdeniz Universitetində. Bunun əvvəl İstanbul Texnik Universitetində idi. Amma bu il isə Bakıda olacaq onun da finalı. 25-29 may tarixlərində 55 ölkə gələcək Türk dünyasına riyaziyyat olimpiyadasına qatılmaq üçün. Demək olar ki, dünya müxtəlif qitələrindən var. Keçək Kamran. Bəli. Canan salam. Salam. Necəsiniz? Yaxşısınız, necəsiz? Mən də yaxşıyam. Hansı olimpiyadalarda yer tutmusunuz? En son getdiyim olimpiyada Kopernikus olimpiyadası idi, riyaziyyat olimpiyadası. Qlobal mərhələdə Amerikada qızıl medal almışdım. Vay maşallah. Neçə yaşınız var? 14. 14 yaşınız var. Neçə Bəli. yaşdan artıq olimpiyadalara qatılırsınız? Belə deyim, 6 sinifin axırından 12 yaşdan təxminən. təxmini bəli. 2 ildir. Amma ondan qabaqda riyaziyyatdan hazırlaşırdınızmı, yoxsa ki elə məktəb proqramı bəs edirdi? Belə deyək, mən heç vaxt məktəb proqramı ilə yetinməmişəm. Özünüz yetirməmisiniz? Bəli. Aha. Hətta mən 5-ci sinifdə oxuyarkən belə 9-10 siniflərlə bir yerdə çalışırdım riyaziyyat hazırlıqlarına gedim. Məsələn, riyaziyyat hazırlığına da gedəndə yuxarı siniflərlə gedirdim. Həm də valideynim də məni bu istiqamətdə yönəldib. Yəni çox da yaxşı metodikası var. O deyir ki, belə olimpiyadalar deyə tutmaq üçün uşaq gərək həmişə bir sinif yuxarının proqramını bilsin. Aha. Məsələn, 5-ci sinifdə oxuyan uşaq o düşünür ki, əgər 6-cı sinifin proqramını bilsə, Özündən həqiqətən də avtomatik gedib üstünsən, olimpiyadada özü- bəli, yer tuta bilər. Və elə mən də bu cür bir sinif yuxarının proqramını, suallarını işləyə-işləyə artıq olimpiyadalara gəlib çıxdım. Hansı məktəbdə oxuyursunuz? Fizika, riyaziyyat, informatika təmayüllü liseydə. Formada gəlmişsiniz. Buradan da Bəli. çıxıb dərsə gedəcəksiniz Bəli. yəqin ki. Orada müəllimləriniz hazırlaşdırdı, yoxsa ki sırf başqa bir müəllim var ki, sizin üzərinizdə əziyyəti keçən? Əslində mən bu liseyə keçən il keçmişəm. Aha. Mən bundan qabaq Dəyanət liseyində oxuyurdum. Ondan da qabaq Buzovnada 322 nömrəli məktəbdə Aha. oxuyurdum. Hər üç məktəbin qatqısı var. Bəli, mən əslində 322 nömrəli məktəbdə oxuyanda olimpiyadalardan falan çox da xəbərim yox idi. 5-ci sinifə qədər orada oxumuşam. Aha. Sonra 6-cı sinifdə Dəyanət liseyini keçmişəm. Aha. Orada keçib biraz adaptasiya olandan sonra artıq başlamışam olimpiyadalara gəlməyə. Aha. Harda özünüzü görürsünüz? Hansı ölkədə görürsünüz? Yəni gələcəkdə təhsilinizi harda Əgər oxuyacaqsınız? İnşallah alınsa özümü Qəndab Məmmədova var, Azərbaycanlı. Aha. O hazırda Harvardda astrofizika oxuyur Tanıyıram, Amerikada. Kəndab burada da qonaq olub. Kəndabda tanıyıram. Qardaşı da çox yaxşı ailədir, çox yaxşı ailədir. Mən belə deyək, onu özümə nümunə kimi götürmüşəm və onun yolu ilə gedib elə mən də Harvardda astrofizika oxumaq istəyirəm. Ay maşallah, Kəndab Bir da nəfər salam. əlavə olundu bizim olimpiyadaşlardan Sadiq Sadıqlı, Stanforddadır. Astrofizika oxuyur o da və bizim o da Kopernikus olimpiyadasının qaliblərindən biridir. O da qaliblər, o da bizdən gedib. O indi hal-hazırda Stanforddadır və astrofizikanı oxuyur. İnanıram ki, o gələcəkdə çox yaxşı bir mütəxəssis olacaq. İnanıram ki, Kamran da astrofizika sahəsində çox yaxşı olar. İnşallah. Yaxşı da futbol oynayır bu arada. Siz harda seçmə uşaqlar var yığırsınız öz təşkilatınıza. Deməli, yaxşı futbol oynayırsınız. Yaxşı riyaziyyatı bilirsiniz. İngilis dili necədir? İngilis dili səviyyəm C1-dir. Eli de diye ki C1'di de ondan o tarafa ne olacak? Hakikaten de bir tane C2'di ondan sonra da. Ya, bunların bu şagirdlər çox istedadlıdırlar. Azərbaycan istedad potensiallarıdır bunlar. Özlərində işləsələr, dərslərinə yaxşı-yaxşı fikir versələr, sona qədər getsələr ki, valideynlərin, müəllimlərini yönləndirməsi də çox vacibdir. Kamran simasında mən Kamranın valideynlərini də tanıyıram. Demək olar ki, bütün olimpiyadaşlarımız valideyn tanıyıram və valideynin burada əməyi ilə bir belə deyək epizod danışardım. Çünki
valideyn həqiqətən də əməyi burada böyükdür ki, valideynin övladına qarşı yanaşması, onun təhsilinə, tədrisinə fikir verməsi və öz təhsilini nizam etdirməsi, dərslərin üzərində qalması, eyni zamanda ona motivasiya verməsi, yəni onu küstürməməsi çox böyük önəm daşıyır. Elə Kamranın da valideynləri simasında bütün valideynlərə bu formada olmağı, övladların daim arxasında və dəstək olmaqları onları arzulayır. Valideyn necə dəstək olur sizə, Kamran? Belə deyək, mənim valideynim mənim təhsilə yönəlməyim üçün, yəni ümumiyyətlə istədiyimi eləməyim üçün mənə hər zaman şərait yaradır. Misal üçün, bax, hansı şəraitlər? Bəzən görürsünüz ki, uşaqları valideynlər necə tərbiyə eləyir? Deyir ki, nə bilim, bunu elə, buradan 5 al, sənə aparacam, misal üçün, harasa. Buradan, nə bilim, nəyə, hansısa uğur qazan, sənə bunu alacam. Sizdə necə motivasiya olur? Belə deyim, bizdə motivasiya sistemi elə buna biraz oxşardı. Yenə də, nəysə bir qarşılığı. Finallara getdilər bunlar. Aha. Məsələn, mən 7-ci sinifdə fən müsabiqəsində medal alanda valideynim mənə planşet almışdı. Aha. O planşeti mən məsələn il boyu istəyirdim. Çünki elə bil indi məsələn planşetə sahibəm və oyunla dərs oxumağım daha da rahatlaşır. Aha. Məsələn ağıllı qələm var. Oyunla bir yerdə rahat artıq kitabların birbaşa üzərində yaza bilirəm. Tez-tez silib poza bilirəm. Fərqli-fərqli mənbələr axtarıb tapıb onların üzərində işləyə bilirəm. Və buna görə mənim təhsilimi rahatlaşdırır. Məsələn mən istəyimi valideynə deyirəm. O görür ki, mənim istəyim həqiqətən də mənim təhsilimə xeyir gətirəcək ya yox. Əgər həqiqətən də elə düşünürsə, onda onu reallaşdırır. Kamran bu arada çox inatçıdır, onu deyim. Aha. Çox inatçı bir şagirddir və demək olar ki, öz tutduğundan buraxmayan və onu istəyənə qədər, yəni mübarizə aparan bir şagirddir. Ona görə bilirəm ki, Ən çox hansı, nəyin üzərində bu qədər inatçı şəkildə dayanıb əldə eləmisiniz? Xüsusi olaraq bir şey yadıma gəlmir. Çünki hamısı eynidir. Çünki hamısı eynidir. yəni Kamran barəsində yəni həqiqətən də demək olar, əgər adına gəlmişsə deməli hamısını bu inadlandı. Çünki əzmkarlıq var, zəhmət var və əziyyət var. Şagirdlər öz üzərində ümumiyyətlə biz deyirik də bu ölkə mərhələsi olsun, seçim mərhələsi olsun, müsabiqənin adından asılı olmayaraq olimpiyadada getdiyi müsabiqənin əgər təhsilinə bağlı bir yarışmaya gedibsə, bir müsabiqəyə gedibsə, oradan əldə etdiyi nailiyyət ona ancaq özgüvən, inam və karyerasında yüksəliş gətirə bilər və bunun üçün birinci şagird əziyyət çəkir. Onlar əziyyət çəkirlər, onlar oxuyurlar. Bəli, böyük bir zəhmətləri var. Çünki bəzən elə olur ki, acı Kamran deyir bir sinif informasiyonu oxumaq. Finala gedəndə bir sinifdən də artıq oxumaq məcburiyyətlə qalırlar. Və plus onların üzərində bir yaxşı bir məsuliyyət də var ki, bu yaxşı məsuliyyət nədən ibarətdir? Ən azı sinifdə bir maraqlandılar ki, sən nailiyyət əldə eləmisən, bunun ardın necə olacaq? Bu misalı sən bilirsən. Məktəbdə tanınır, rayonda tanınır. Bəli, və o tanınmanın da onları gətirdiyi bir həm məşhurluq hissi olsa da eyni zamanda böyük bir məsuliyyət də var ki, çünki o fənn üzrə artıq onu bilgili hesab eləyirlər və onlar da lövhə önünə çıxanda heç vaxt istəməzlər ki, onların bilmədiyi suallar olsun. Yəni bu bir növ onlarda bayaqları dedim, deep learning-ində, yəni çətin öyrənməni bir növ onlar sevərəkdən edirlər və sinifdə fərqlənməyə başlayırlar. Və bunlar belə deyə çox gələcəklər üçün çox möhtəşəm bir şey. Kamran, sinifdə fərqlənirsiniz, məktəbdə fərqlənirsiniz. Hamı artıq sizi tanıyırdınız, değil mi? Çox adam tanıyır, bəli. Aha. Yəni özünüz necə istəyirsiniz koridorda, dəhlizdə gəzəndə? Belə deyim də, hansısa bir orta məktəbdə oxusaydım, bəlkə də indi özümdən çox razı olardım. Çünki bilirsiniz necə, orta məktəblər elədir ki, içindən seçmə şagirdlər çox deyil. Yəni riyaziyyata falan marağı olan şagirdlər, yaxşı oxuyan şagirdlər elə də çox deyil orta məktəblərdə. Aha. Bir də orta məktəbdə keçilən dərslərlə liseylərdə keçilən dərslərin ağırlığı bir deyil. Aha. Məsələn, elə bil ki, əslində bu da uşaqlara yaxşı şərait yaradır liseylərdə. Bir-birilə qarşılıqlı rəqabət aparır artıq uşaqlar. Aha. Məsələn, mən gedirəm bir olimpiyadadan medal alıram, başqa uşaq gedir başqasından medal alır. Artıq qarşılıqlı rəqabət yaranır. Hamı çalışır getdiyi olimpiyadadan medal alsın ki, digər şagirdlərdən geri qalmasın. Aha. Məsələn, bizim sinifin, mən Freetlda da olimpiyada sinifindəyəm. Bizim sinifdəki hamı demək olar ki, olimpiyadasıdır. Olmuş olur.
Yəni 8-ci sinifdə RFO-da medallanlar var, hətta bizim sinifdən gümüş medallanlar var. 3 dənə gümüş var deyəsən, səhv eləmirəmsə 2 dənə də bürünc medal var. Aha, siz 3 gümüş, 2 bürünc, 8-ci sinifli. Növbətçi qızlar. Ona görə deyirəm ki, hədəfləyib də artıq o deyir ki, hətta oradan da belə alan var. 8-ci sinifi də qeyd elədi. Mən bildim ki, ona hazırlaşır. İnanıram ki, RFO-dan qızıl alacaq Kamran. Ən çətini RFO-da oldu mən belə başa Ölkə düşdüm. dağ, bəli, Respublika Fənn Olimpiyadası və Respublika Fənn müsabiqəsi Təhsil İnstitutu tərəfindən təşkil olunan ölkə daxili ölkə daxili fənn müsabiqəsidir, fənn olimpiyadasıdır. Bura ancaq ölkə daxilinə aiddir, Azərbaycan Respublikası daxilindədir və burada RFO-da və RFM-də, RFM artıq məktəb şagirdləri üçün motivasiya xarakteri daşıyırsa, RFO-da belədir ki, artıq orada nailiyyət əldə edən şagirdlər 2019-cu ildə Nazirə Kabinetinin qərarına əsasən, yəni buna əvvəl yox idi belə bir şeylər, amma Azərbaycan daxili universitetləri ödənişsiz olaraq imtahansız qəbul olurlar və bu imtahansız qəbul olmaq da onlar üçün çox böyük müsbət bir haldır. Hətta bilirsiniz də, yeni 2024-cü ildə Nazirlər Kabinetinin növbəti bir qərarı ilə fənn müsabiqələrində, daha doğrusu bu RFO-da qalib gəlibsə və yaxud da beynəlxalq olimpiyadalarda nailiyyət göstəribsə, müsabiqələrdə göstəribsə, hərbi xidmət müddətində onlar fərqli yanaşılır və onlar qərara əsasən daha rahat formada, belə deyək də, bir növ xidmət eləyər də Milli Müdafiə Nazirliyinin nəzdində əskərliyin çəkirlər və bu da belə deyək də bu şagirdlərə əlavə bir stimuldur oğlanlara, qızlarımız isə özünü inkişaf etdirməkdə, öz yollarını davam etməkdə olur. Davam etdirəcək. Harda təhsil alacaqsınız dediniz? Harvard Universitetində istəyirəm. Harvardda olacaq. Bunun üçün nə lazımdır? Bunun üçün əvvəla sadəcə dərs oxumaq kifayət eləmir. Bir çox Amerika universitetləri eyni zamanda aktivlik meyarı da var onların, səhv eləmirəmsə. Holistic Review-dur, Kamranın sözünə əlavə olaraq, elə Kamranın bir sözünü gətirim. Holistic Review-da belədir ki, aktivlik meyarında şagirdlərin bütün yəni fəaliyyətlərinə diqqət yetirilir. Ümumiyyətlə il boyu, hətta ibtidai sinifdən baxmağa başlayırlar. Bu top 200-ə qədər olan universitetlərin hamısına keçərlidir. Asiyada belədir ki, Asiya əgər fərqi yoxdur, olimpiyadan növündən, məsələn Hong Kong İnstitutu olsun, Singapur Universiteti olsun, Çində olan universitetdə, onlar belədir ki, baxıb dərhal götürə bilirlər. Amerikada fərqli bir cür yanaşırlar. Amerikada artıq müxtəlif meyarlar istəyirlər. Nəyə qoşulmusan, necə qoşulmusan, nə nailiyyət əldə eləmisən, finalında olmusanmı, olmamsanmı və plus o olimpiyadanın və yaxud da ki, müsabiqənin keçirilmə qaydalarına baxırlar, nə qədər şəffaf və nə qədər ədalətli keçirilib. Bir növ o olimpiyada onlar hamısı sertifikatlar yığılır, onlar üçün bir portfolyo rolunu oynayır. Eyni zamanda könüllü fəaliyyətinə baxırlar, esse yazmalarına baxırlar, dil biliyinə baxırlar. Amma öz yerində yəni qəbul olduğu ölkənin tələb olunan imtahanda vermə şərti. İmtahanda vermək şərti. İngiliscəsində bilirsiniz? Bəli. İngiliscəsində C1 səviyyəsində bilirsiniz. Ailədə neçə nəfərsiz? 4. Özünün balaca bacı, qardaş? Özümdən balaca qardaşım var. O da sizin kimi deyil? O da olimpiyada istiqamətində yönəlir. Düzdür, mən daha çox fizika istiqamətində yönəlmişəm. Amma o daha çox riyaziyyat və informatika hissəsinə yönəlib və açıqcası belə görünən məndən də yaxşı olacaq riyaziyyat sahəsində. Təbii ki, sizin kimi qardaşı var. Bəli, o balaca qardaşı bizdə deyəsən səhv eləmişəm Timoya gəlmişdi. Türkiyədə Hamısında yığın. Bir nəfər qoymayın, başqa bir təşkilat. Finalda iştirak eləmişdi. Yəni Kamran kimi o da çox istedadlıdır, o da çox bacarıqlıdır. O da üzərinə düşsə, biraz dəcəlliyi var, o da yaşında irəliləyər, amma inanıram ki, o da özünü çox yaxşı formada inkişaf elətdirəcək və onlar Azərbaycanın ən yaxşı kadrlarını birinə çevirəcək. Əlbəttə. Kamran, öz dostlarına, həmkarlarına, belə deyək də, həm yaşıtlarına, sizin kimi olmaq istəyənlərə nə tövsiyə edirsiniz və bunu deyin, daha sonra digər qanalımızı. Əvvəla bildirmək istəyirəm ki, heç zaman gec deyil. Yəni, çox böyük yaşda belə olsalar, başlamaq üçün heç vaxt gec deyil. Həm də inanmıram ki, riyaziyyat sahəsində xüsusilə riyaziyyatı dərk edən bir şagird inanmıram ki, riyaziyyatı sevməsin. Yəni, onu başa düşmək belə bəzən sevməyə bəs eləyir. Buna görə başa düşməyə çalışsınlar və daima öz üzərlərində işləsinlər. Çünki elə durub olimpiyadada medal istəməklə medal qazanmaq mümkün deyil. Təbii ki, hərəkətə keçib oxumaq lazımdır. İndi hər insanın götürmə qabiliyyəti eyni olmaya bilər. Kiminə məsələn bir dərs oxumaq üçün 2 saat bəs eləyə bilər. Kimi məsələn bir dəfə oxuyub əzbərləyə bilər bircə saata məsələn. Ona görə hamı öz planını, öz çalışma belə deyərlər rutinini hazırlamalıdır və onun üzərində durmalıdır ki, daha da inkişaf edə bilsin. Çox təşəkkür edirəm sizə. Necə möhtəşəm danışırlar. Bəli.
Təşəkkür edirəm Çox- Kamran və digər qonağımızı biz studiyaya dəvət edirik. Dediniz ki, Azərbaycanda keçiriləcək və Azərbaycanda siz tərəfindən Bəli. təşkil olunur. Necə olacaq? Nə tər olacaq? Qlobal Olimpiya Sentri olaraq məqsədimiz nədir? Bilirsiniz ki, Azərbaycanlı şagirdlərin elələri var ki, xaricə çıxa bilir. Bunlar finala çıxma məsələsində bəzən maliyyə məsələləri durur arxasında. Elələri var, ödənişsiz formada getsələr də ən azı biletə və digər şeylərə ödəniş çıxır. Bizim məqsədimiz nədir? Azərbaycan istedadlı şagirdlər çoxdur. Hər kəsin finala getmək kimi bir avantajı olmur, iştirak etmək mümkün olmur. Biz nə etdik? Biz qərara gəldik ki, biz artıq neçə il fəaliyyət göstərirdik. Artıq bizim bir platformada və dünya belə deyək də bu olimpiyadaların içərisində bizim artıq bir nüfuza sahibik. Və bu nüfuzumuzdan əsas gətirir Azərbaycanla finalları gətirməyə çalışdıq. Artıq bizim şagirdlər ölkə kənarına çıxmasın. Təkcə bunların finalı deyil. Məsələn, keçən illəri dünya Nobel mükafatçıları tərəfindən rəhbərlik Nobel mükafatçısı olan Dünya İqtisadiyyat Olimpiyadasını Bakıda keçirtdik. 32 ölkə gəldi, ümumilikdə 52 ölkə qatıldı. 10 günlük böyük möhtəşəm bir tədbir keçdi Azərbaycanda. Həm oxudular, həm imtahan verdilər, həm də Azərbaycanı gördülər. Eyni zamanda bu illəri biz indi Timonu gətiririk, Türk Dünyasının Riyaziyyat Olimpiyadasını. Onun finalını keçirdəcəyik, 55 ölkə gələcək ölkəmizə. Təqribən 1000-ə yaxın qonaq gözlənilir. Ardıca hal-hazırda İtaliya Təhsil Qurumu tərəfindən təşkil olunan Hippo Olimpiyadası var, İngilis dili üzrə. Dünyada ən çox qatılan odur, Gatehouse tərəfindən, yəni bu IELTS və digər dil imtahanlarını belə deyək də əsas yaradan yer tərəfindən təşkil olunur. Onların dəstəkçisidir və o olimpiyadanın da finalını gətirmişik Bakıya. Uşaqlar getməsinlər uzağa. Birbaşa buradan İtaliyaya vəsiqə qazansınlar, Bakıdan getsinlər İtaliyaya. Və 31 ölkə gələcək və bayaqlarda bildirdim ki, Dünya Riyaziyyat Çempionatı finalı gələn il Bakıda olacaq. 40-a yaxın ölkə Azərbaycana gələcək və çalışacağıq ki, daha çox artıraq. Bir neçə elə böyük olimpiyadalar var ki, 2020, 2028 və 2030-cu illər Azərbaycan keçirməsi haqqında hal-hazırda danışıqlarımız gedir. Möhtəşəmsiniz. Salam. Necəsiniz? Özünüzü təqdim edin zəhmət. Mən Lalə Abbasova, Seyid Cəfər adına Pişavar liseyində oxuyuram. Mənim 11 yaşım var və mən 1-ci sinifdən ümumiyyətcə riyaziyyat üzrə gedirəm, olimpiyadalara gedirəm. 1-ci sinifdən? Bəli. Aha, 1-ci sinifdən nə yaxşı belə ağlınıza gəldi ki, mən gedim olimpiyada. Əslində mənim böyük qardaşım var. O ümumiyyətcə olimpiyadalara gedir. Prosta fizika üzrə gedir. Amma mənim ümumiyyətcə dərsi də oxuyanda riyaziyyata xoşum gəldi də ki, maraqlı idi, hesablamalar falan. Yaxşı, bu riyaziyyata necə maraq salırsınız? Yəni ilk gün olaraq da nə maraqlı oldu? Adətən uşaqlar görür ki, cizgi filmə maraq salır və yaxud da hansı bir personaja özünü oxşadır və yaxud da şeirlər öyrənir. Riyaziyyat hardan ağlınıza gəlir ki, bu riyaziyyat mən gəlim, oturum bu hesablamalara edim. Əslində ilk dəfə olimpiyadaya gedəndən sonra mən gördüm ki, bu həqiqətən də maraqlı bir fəndir. Yəni nə bilim hesablamalar falan mənə maraqlı gəlirdi. Aha, neçənci sinifsiz? İndi 5. İndi 5. Neçənci sinifin proqramlarını bilirsiniz? 6-7-ni bilirsiniz, yoxsa necə? Bəzən sizdən öncəki gələn uşaqlar dedi ki, biz özümüzdən bir sinif daha yuxarıdan da proqramlarını Bəli, əslində həqiqətən də elədir. Olimpiyadalarda bir sinif üzrəni daha yaxşı bilsəm, yəni uda bilərəm də qızıl medal falan da. Amma arada olur ki, məsəl üçün olimpiyadaya hazırlaşanda vaxt çatmır. Ona görə öyrənə bilmirəm 6-cı sinifin proqramını. Ona görə tam ala bilmirəm də məsəl üçün. Sinifdə sizdən daha yaxşı riyaziyyatı bilən var? Məndən sonra hə var. Məndən sonra. Gördünüz, məndən sonra hə var. Bəs ən yaxşı olmaq üçün daim çalışırsınız? Bəli, daim çalışmalıyam, amma mütləq hər gün bütün saatları oxumaq lazım deyil də. Yəni məcburən oxumaq lazım deyil və sevə-sevə oxumaq lazımdır. Bir də ki, başqa məşğuliyyətlərə də getmək lazımdır. Məsəl üçün, başqa məşğuliyyətləri necə vaxt Mən pianoya gedirəm, sonra şahmata edirəm. Hamısını da çatdırırsınız, hə? Bəli. Bax, günlük qrafikiniz necədir? Günlük Bax, səhər durdunuz, sonra gedirsiniz məktəbə. 8-də gedirəm məktəbə, 6-da qayıdıram. Axşam 6-da. Liseydə olar. Aha, Liseydə. axşam 6-da. 6-da qayıdıram. Amma orada ev tapşırıqlarınızı hər bir şeyi həll edirsiniz artıq. Aha. Ona görə 6-da qayıdıram. 2-ci gün, 5-ci gün gedirəm pianoya, sonra oradan qayıdıram. Axşam 6-da qayıdırsınızsa, tıxacı da nəzərə alaraq, saat 8-də gəlib çatırsınız da evə 7-8.
yox, 6-da çıxmıram, 5-də çıxıram. 6-da 6-nın yarısı evə çatıram. Sonra 6-ya qədər yemək yeyirəm, əynimi geyinirəm. Sonra da gedirəm pianoya. 7-nin yarısı pianoya çatıram. Pianoda 8-in yarısı çıxıram pianodan. Gəlirəm evə 8-də çatıram. 1 saat tarix oxuyuram. Sonra dərsə girirəm. 1 saat tarix oxuyursunuz, sonra hansı dərsə girirsiniz? Tarix dərsinə 2 saat o da. O da 2 saat, 1 saat dərsiz. 1 saat bəs edir də, yəni növbəti dərs üçün. Mənə. Özünüz harda görürsünüz? Harda oxuyacaqsınız? Nə edəcəksiniz? MIT-də. Siz də MIT-də. MIT-də kim idi? Bizdə Ünal. Ünal demək. Ünal'la MIT-də. Tanıyırsınız da bütün olimpiyada iştirakçıları bir-birinizi, yoxsa necə? Hə, bəzən. Aha, bəzən tanıyırsınız. Məktəbdə müəyyən bir statusa yəqin ki maliksiniz. Yəni hamı sizi tanıyır, hamı nümunə göstərir. İndi təzə liseydi deyə tam da hamı yoxdur, amma axırda Bireynek olimpiyadası oldu. Oradan bürünc aldım. Ondan sonra direktorla görüşe gidenden sonra orada ondan sonra biraz çok tanındım da. Əvvəl çox da tanınmırdım ama. Aha, əvvəlki məktəbiniz hansı olub? 32. Aha, 32 nömrəli məktəbdə hamı. 32-də çox tanınırdım. Çox tanınırdı. Nə deyirdilər sizə? Deyirdilər ki, Lalə, gəl mənə də riyaziyyat öyrət, yoxsa bizim uşaqlara da nümunə ol. Yəni onlarla da addan görürsüz axı yaxşı oxuyan uşaqlara deyirlər ki, sən bizim uşaqlarla dostluq et. Məndə elə bir şey olmurdu. Sadəcə hamı özü üçün hazırlaşırdı, yəni. Aha. Belə mənə deyən olmurdu ki, məni də hazırlaşdır falan, yəni. Bəlkə bilmirdilər, bəlkə tanımırdılar, bilmirdilər. Ümumiyyətlə bu qohum-əqrəba, dost tanış, qonşular, bəzən görürsüz də deyirlər ki, gəlin oturun bir yerdə dərs oxuyun. Elə bir şeylər olur sizdə? Xeyr, sağ ol. Yoxsa olmur, hə? Yəni deməli xanımlar və görürsünüz bu şagirdlər istedadlı olmaqlarından yanaşı həm öz dilimizi gözəl bilirlər, həm digər dilləri gözəl. Eyni zamanda kommunikasiya bacarıqları da gözəldir. Öz ən azı fikirlərini rahat və sərbəst formada, həyəcansız, rahat bir şəkildə ifadə edə bilirlər. Bu da onların gələcək məqsədlərinə çatmaq üçün çox böyük bir fürsətdir. Bu mövzuda yəni bizə də təşəkkür düşür ki, baxın bu şagirdləri bura dəvət etməyinizlə onları özünə bir böyük güvən, özgüvən qazandırırsınız və onların məşğulluğu hələ davam eləyəcək. Hələ bundan sonra gedəcək. Hələ bu startdır. Hələ bu startdır, nə deyirlər? Biz də çox sevinirik ki, sizin kimi, yəni həmkarlar olduqda bu şagirdlər biz qazanacağıq, sonra vətənimiz qazanacaq, ölkəmiz qazanacaq və onlar öz istədikləri yerə gəlib çatacaqlar və bu gəlib çatanda artıq bizim üçün böyük bir kadr potensialı yaranacaq və bu günləri 5-ci sinifdə oxuyan bir 10 il sonra böyük bir kadrdır. Gələcəyin astrofizikləri var, astronomları var. Dünənləri mən bir xəbər oxudum. Azərbaycanın məktəblərindən biri raket buraxılışını həyata keçirir. P2-dən bu Azərkosmosun layihəsi əsasında artıq bu böyük bir çağırışdır və demək 10 il sonra siz bizim ölkəni təsəvvür edirsiniz. Və düşünün ki, həmin o uşaqların içərisində bizə qatılan çoxlu iştirak eləyən, eləcə bu şagirdlərdən olanları görürük. Həqiqətən də fəxr olunası bir şeydir ki, nə yaxşı ki dəstək oluruq, sizlər dəstək olursunuz. Bu uşaqlar özlərinə inanırlar. Əgər bu gün raket göndərə bilən uşaqlar inanıram ki, sabah raketi istehsal eləyəcək. Özləri istehsal da eləyəcək. Təbii ki, bax, elə Qəndab da qardaşı da burada qonaq olub, bu verilişdə qonaq olub. Daha sonra Amerikaya artıq getdi. İndi danışırıq, onun atası Şahik müəllimlə də danışırıq. Çox gözəl dostluq münasibətimiz var. Mən inanıram ki, çox yaxşı olacaq. MIT-yə hazırlaşmaq üçün siz nələr eləyirsiniz? Bax, indidən də 5-ci sinifsiniz. Bəli, əslində Fikirləşirsiniz, 6 il sonranı fikirləşirsiniz. Yəni normalda cəmaət tutalım ki, növbəti həftə sonunu fikirləşir ki, harasa gedim də, yəni. Əslində tam imanlı MIT üçün eləmirəm, amma ümumiyyətlə bütün universitetlər üçün çoxlu olimpiadalara gedirəm. Məsəl üçün ola bilər ki, bəlkə mən də Harvarda getdim, çünki əvvəl Kopernikdən bu yay Kopernikdən tam 100 bal almışdım. Getmişdim tam pulsuz Amerikaya. Amerikadan da gümüş gətirdim. Ona görə düşünürəm ki, sonra getdim Brainaka bürünc gətirdim. TÜMOya gedəcəm. Yəni belə olimpiadalardan düşünürəm ki, hansı universitetə gedə bilərəm. Bəs yaxşı, humanitar fənlər necədir? Tarix, coğrafiya, Azərbaycan dili, ədəbiyyat oxuyursunuzmu? Bəli, oxuyuram ən əsas tarix, çünki başqa elə bir liseyə hazırlaşanda da, yəni ona görə orada fənlərdə öyrənməliyəm. Ona görə əlavə fənlərdə. Məsəl üçün Azərbaycan dili, riyaziyyat, ingilis dilini bilməliyəm. Bir dənə tarix əlavə çətin olur, onu da öyrənirəm.
Aha, onu da öyrən. Onu nə qədər vaxt çəkir sizin üçün öyrənmək? Ona indi çox vaxt çəkir, çünki onu Təzədir də. təzədir, bilmirəm də tam öyrənməliyəm. İngilis diliniz necədir? Hansı səviyyədədir? Yaxşıdır, danışa bilirəm, yəni dialoq qura bilirəm belə. Aha, neçə il artıq ingilis dilini təkmilləşdirirsiniz? Uşaqlıqdan, yəni birinci sinifdən. Necə öyrənmisiniz? Əvvəl Metodu necə seçirsiniz? Əvvəl valideynlərim kömək edirdi. Əvvəldən bilirdim ki, ingiliscə nağıllar oxumalıyam, kinolara baxmalıyam. Amma əvvəl valideynlərim kömək eləyirdi, qaydaları öyrədirdi. Amma indi kinolara baxıram, ücü başlamışam da, yəni sadə başa düşürəm. Aha, çox başa düşürsünüz. Afərin sizə. Xəyal. Dedik, böyük olimpiadalarda biz nəticə əldə verə biləcəyik. Bəli. Aha. Təxmini nə qədər medal ola bilər? İndidən belə bir şey hesablamısınızmı? Onu bizim əsas orada məqsədimiz nədir? Məsələ belə deyək də, medal məsələnin mahiyyətin sonuncu bəlkə də pilləsində gəlir bizdə. Nəyə görə medaldan əvvəl bunların bizə qazandırdığı bəzi üstünlüklər var. Bizə bunlar lazım olur. Ən vacib olan məsələ şagirdlərin bir-birinə qarşı qurduqları empatiya hissidir və bu empatiyada həm xaricə çıxanda artıq beynəlxalq bir empatiya hissi qurur. Deyək ki, Afrikadan gələn bir ölkənin nümayəndəsi ilə, Asiyadan gələn ölkənin nümayəndəsi ilə ən azı bir fərq yaradır və görür ki, mən hardayam, onlar hardadır və biz necə oxumalıyıq, necə kommunikasiya qurulur, bir empatiya hissləri qurulur bir-birini öyrənməsinə qarşı. Digər məsələ isə beynəlxalq kimlik əldə edirlər. Artıq bunlar beynəlxalq bir layihədə iştirak ediblər, nailiyyət əldə ediblər. Lap deyək ki, heç beynəlxalqa çıxmayıb. Ölkə mərhələsindədirlərsə, ölkə mərhələsində öz həmyaşıdları arasında fərqlənməyə başlayırlar. Çünki bu sinif testləri deyil, sinifin belə deyək də 5 dərs keçəndən görə sonra gedib sınaq imtahanı deyil. Bu ümumiyyətlə bir ilin proqramı əsasında gedir. Və bu uşaqlar bunu etməklə bir növ eyni zamanda əlavəni öyrənir və daha çox yüklənir. Bu daha öz fənninə qarşı daha çox maraq artır. Ondan əlavə isə vacib olan məsələ orasındadır ki, bu şagirdlərin artıq elmə bir marağı yaranmağa başlayır. Yəni orada nailiyyətin artıq seçim mərhələsində eləyibsə artıq elmə marağı yaranır. Növbəti bir məsələ isə psixoloji olaraq dözümlülük yaranır onlarda. Ən vacib olan məsələdir. Məsələn, mən ən vacib bunu kəsb edirəm. Çünki biz yəqin ki, əfsus olursun ki, bəzi negativ hallarda görürük ki, imtahanlardan sonra uşaqların özlərinə nələrsə edirlərsə, amma bu cür imtahanlarda, yəni sınaq imtahanı deyil, bu artıq burada nailiyyət var, uşaqlar gəlir, bura müxtəlif sertifikat və ya medal nələrsə əldə edirsə, artıq onlar o psixoloji bariyeri burada aşırlar. Yəni nailiyyət əldə etməsə belə, yəni sonuçta bilir ki, mən bunu əldə etməm. Bu yarışma kimi baxır da buna. Hazırlaşıb daha yaxşı olur. Bəli, artıq şagirdlərdə imtahan qorxusu yox da, artıq imtahanı bir mərhələ keçmək kimi eləyirlər. Yəni bu böyük bir məsələ. Çünki əgər imtahandan qorxsalar, onların həyəcanı, stresi, o stresin idarə olunması, vaxtın idarə olunması, bu kimi şeylər bunlara o qədər böyük şey qatır ki, və onlar inkişaf eləyirlər. Ölkə mərhələsində beynəlxalq mərhələ keçəndəsə, əlbəttə beynəlxalq mərhələdə artıq komanda mərhələsidir, başqa ölkələrdə onun iştirakçılardır, özünü təqdim etməkdir, artıq ölkəni təmsil eləyirsən, bayrağı təmsil eləyirsən. Artıq burada medalın yox, özümü necə təmsil etməyimi, aparmağımı, nə qədər informasiya bildiyimin, vaxt tapdıqca şagirdlər, məsələn, digər ölkələrdən biz həmişə uşaqlara deyirik ki, o uşaqlarla digər ölkələrin nümayəndələrindən dost olaq. Dost olaq ki, kommunikasiyada olaq, həm vətənimizi tanıtdıraq. Ən azı biz nə səlahiyyət eləməsək də bayrağımızı çiynimizdə görəndə bilirlər ki, Azərbaycan adlı bir ölkə var və biz buranı tanımış olurlar. Yəni ən vacib məsələ odur. Medal isə onların olmalıdır. Onsuz da olacaq. Bəli, onlar onsuz da istedadlılar və biz onlara inanırıq və onlar demək olar getdiyimiz hər yerdən biz nailiyyət əldə etmişik və inanıram ki, bu illəri biz ilk dəfə qoşulacağımız Dünya Süni İntellekt Olimpiyadasında da doğrusu 2 dəfə qoşuluruq, fəlsəfə olimpiyadasında da 2 dəfə qoşuluruq. Mən inanıram ki, bizim şagirdlərimiz öz potensialını nümayiş etdirir və qalib gələcək. İnanıram və son bir dəqiqəmiz var. Dostlarınıza nə tövsiyə edirsiniz? Dostlarıma çox daim oxumağı, bayaq da dediyim kimi bütün gün oxumağı yox, olimpiyadalara getməyi və olimpiyadalardan təcrübə qazanmağı, sadəcə ora bir şey kimi getmək yox da, yəni özünü məcbur eləmək kimi yox, qızıl alacam deyə bir şey yoxdur. Sadəcə ora bir təcrübə qazanmaq üçün getməlisiniz və belə. Çox təşəkkür edirəm. Çox sağ olun, təşəkkür edirəm. Var olun, minnətdaram. Və səhər saatı bununla da yekunlaşır. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Sağ olun, salamat qalın.